Yoldaşım atamla danışmağıma icazə vermir. Yoldaşımın da haqlı səbəbləri var. Belə bir vəziyyətdə qadın nə etməlidir? Sənə qurban olum, sənin həyat yoldaşındır. Sən nə vaxt sən bunu qoruyacaqsan deyirsən atonla danışmaq. Şayad aton sizin həyatınızda bir söz deyib ki, sizin xoşunuz gəlməyib. Qurban olum sənə. Adam belə fikirləmir ki, adamın yaşı getdi yuxarı, hətmən sözü də düz olar. Və benim qulaq haqqında nəyə danışırdıq? Şayad səhv eləyibdir. Bu qədir ki, sənin xanımın sənə dəyər qaildir, sən xanımı o eləyə bilərsən. Deyəsən ki, xanım, get, amma həyatımızdan müvazib ol. Sənin atondur, mənim də atamdır. Mənim də atama səhvləşəndə mənə bir söz deyər. Getçinə vurur. Və qadın da istəyər yola gələ, gələk kişisinə deyək ki, atamdır, din deməyib ki, atonun sözünə baxmaq ilə. Amma mən sənə hürmət qail olum. Sənə hürmət qail. İcazə ver qoy atamla. İtaət eləməlidir həyat yoldaşına, amma dilə tutmaq. Ağa, dünyada başı, qurban olum sənə, həkim. Bir nəfər xəstəlik tutanda onun bədəni neyini bəzbəxt yarır bıçağına, dərman eləyir. Həyatında bəzi şeylərin gələk bıçağına yaraq dərman eləyir. Təşəkkürlər, Üstad.